Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. FD Futbol YouTube kanalına xoş gəlmisiniz. Hamınızı salamlayıram bir daha. Düzün desəm, biraz qanım qaradır. Biraz yaxşı vəziyyətdə deyiləm. Amma bu o demək deyil ki, pessimist bir düşüncədəyəm. Tam başqa səbəblər var. İndi hər şeyi bir-bir mərhələ-mərhələ izah eləyəcəm. Dostlar, bildiyiniz kimi UEFA Çempionlar Liqasının yarımfinalında bizi çox çətin rəqib gözləyirdi. Inter komandası. Bundan əvvəlki çıxışlarımızda bildirmişdik ki, Interlə oyun çox çətin olacaq və Barselonanın qarşısına çıxa biləcək ən çətin rəqiblərdən biri idi. Belə də oldu. Gözləntilər özünü doğrultdu. Inter Barselona üçün çox böyük problemlər yaşatdı ilk oyunda. Amma bilirsiniz, belə pis olmağımın səbəbi nədir? Biraz qanımın qara olmasının səbəbi nədir? Belə içimdə elə bir biraz boşluq var. Məncə mənimlə razılaşarsınız, sizdə də belədir. Səbəb o deyil ki, yəni komanda pis nəticə ilə növbəti oyuna gedəcək və yaxud məğlub olduq. Belə bir şey yoxdur. Gözəl oyun nümayiş etdirdik. Möhtəşəm oyun nümayiş etdirdik. İndividual olaraq oyunçuların heç birinə iradım yoxdur. Bu gün heç bir oyunçunu biz tənqid etməyəcəyik. Hamı bacardığından da artığını göstərdi bu oyunda. Və komandaya əl çalıram. Hər bir oyunçuya təşəkkür edirəm. Məncə siz fikirlərimlə razı olarsınız. Bugün, bu oyunda biz komandaya irad bildirə bilmərik. Bəli, səhvlərimiz oldu. Bəzi nüansların üzərində işləməliyik. Hans Flick məncə diqqət etməlidir bəzi məqamlara. Amma içimdəki boşluq bilirsiniz nəyə görədir? Təsəvvür eləyin, sadə bir misal çəkəcəm sizə. Təsəvvür edin, dərs oxuyursunuz, hansısa bir işiniz var, planınız var. Bir şeyin üzərində günlərlə, aylarla işləyirsiniz və inanırsınız ki, bu həmin iş alınacaq və bunu siz alındıracaqsınız və özünüzə inanırsınız. Tutaq ki, imtahana hazırlaşırsınız, gözəl dərslərinizlə məşğulsunuz, oxuyursunuz, dayanmırsınız, əziyyət çəkirsiniz, amma sonda gəlirsiniz, istədiyiniz balı yığa bilmirsiniz və yaxud istədiyiniz yerə gəlib çata bilmirsiniz iş həyatında. Dünənki oyun sırf belə bir məsələ uyğundur. Çünki komanda hər şey elədi. Qələbə üçün lazım olan hər bir şeyə əl atdı. Möhtəşəm oyun nümayiş etdirdi, amma alınmadı. Bax, buna görə pis oluram. Komandanın əməyinə görə pis oluram. Çəkdiyi əziyyətə görə pis oluram ki, doğrudan da möhtəşəm oyun, gözəl performans, amma nəticə istədiyimiz deyil. Bu nəticə pis bir nəticə də deyil ki, komandanı biz artıq tənqid eləyək, Çempionlar Liqasından sağollaşaq, bizim Milanda şansımız yoxdur. Belə bir şey yoxdur, dostlar. Şansımız var və biz hələ də favoritik. Biz hələ də favoritik və finala çıxacağımıza inanıram və istəyirəm ki, siz də inanasınız. Komandaya güvənirik. Bu o demək deyil ki, komandaya güvənmirik. Sadəcə olaraq pis olduğumuz nüans odur ki, layiq olan nəticə deyildi bu. Mən Interin indi əməyin aşağılamaq istəmirəm. Interi aşağılamaq istəmirəm ki, Inter pis oynadı. Bəziləri deyir ki, Inter futbol adına ləkədir. Belə futbol oynanılmaz. Xeyr, dostlar, belə şey deməyin. Belə şey deməyə ixtiyarınız yoxdur. İxtiyarımız yoxdur. Hər bir futbol komandasının bir sistemi var. Bir ideologiyası var. Və Interin ideologiyası budur. Və biz bunu pisləyə bilmərik, dostlar. Komanda bir o qədər də avtobus futbolu oynamadı və göstərdi ki, onların müdafiəsində doğrudan da problemlər var və biz o problemləri tutmuşduq. Sadəcə olaraq öz müdafiəmizi güclü saxlaya bilmədik. Bu qədər sadə. Bizim hücum xəttimiz qələbəyə layiq idi, amma müdafiə xəttimiz məğlubiyyətə layiq idi. Bu qədər sadə. İndi oyunun icmalından danışarıq. Öz fikirlərimi bildirəcəm, hissələrə bölərik, danışarıq, qol epizodlarından danışarıq, o başqa məsələ. Amma sırf olaraq indi emosiyalarımı bildirmək istəyirəm. Bu tam başqa bir şeydir. Bəli, psixoloji olaraq biz oyuna üstün gəlmişdik. Çünki komanda son oyununda İspaniya Kubokunun finalında əzəli rəqibi Real Madridi məğlub eləmişdi. Əzimkar qələbə sayəsində və artıq psixoloji olaraq bu oyuna çox gözəl hazırlaşmışdı. Fiziki olaraq okey, razıyam.
Yaxşı formada deyilik. Bunu hamımız bilirik. Amma Inter də yaxşı formada deyildi. Inter son 4 oyunda qol vura bilməmişdi. Inter son Serie A oyunlarında, çempionat oyunlarında məğlub olmuşdu və mən onların Roma ilə oyuna baxmışdım Giuseppe Meazza'da. Bir o qədər də bəyənməmişdim və mən ümid edirdim ki, Barsa bundan istifadə eləyəcək və biz psixoloji olaraq üstün başlamalıydıq bu oyuna. Amma 30-cu saniyədə qol buraxdıq. Bu artıq psixoloji olaraq üstünlüyü avtomatik olaraq keçirtdi Inter tərəfə. Inter özünə inanmağa başladı. Dedi, biz nəsə eləyə bilərik. Bəli, bizim müdafiəmizdə problem ola bilər. Gerard Martin kimi oyuncumuz var. Balde yoxdur. Qoza Inigo Martinez oynayır və yaxud komanda yorğundur. Okey, bunu anlayıram. Amma 30-cu saniyədə qol buraxmaq olmaz. Doğrudan da olmaz dostlar. Bu olmaz. Belə şey olmaz. İndi mən bəzən elə coşuram özümdən. Çünki bu komandanın elə bir qanında var bizdə. Komandamızın genetikası elə bil belə qurulub. Biz öz-özümüzü salmasaq alınan deyil. Yəni sevir də bu komanda ki, özün zibilə salsın, sonra o zibildən çıxartsın özün. Sevirik biz bunu. Elə bir bizim qanımıza işləyib bu, genetikamızda var. Bunu dəyişə bilmirik neçə illərdir biz. Filik gəldi, çox şeylər dəyişdi. Komandaya qalib ruhun qaytardı, əzmi qaytardı, gücü qaytardı, fiziki gücü qaytardı, psixoloji gücü qaytardı. Amma bir dənə bunu düzəldə bilmirik. Həmişə özümüzü zibilə salmağı xoşlayırıq. Çempionlar Liqası tarixinin yarımfinal oyunlarında ən tez vurulan qol bizim qapımıza vuruldu. Niyə? Belə də olmaz da dostlar, belə də olmaz. Hələ bu qolun şokundan ayılmamışdıq. Inter ikinci qolu vurdu və Inter artıq dedi ki, biz bu oyunda qalib kimi gedə bilərik. Inter özü demişdi ki, öz aralarında mən belə təsəvvür edirəm. Yəni bu oyundan heç-heçə ilə qayıtsaq və yaxud minimal hesablı məğlubiyyətlə qayıtsaq şükür eləyərik. San Siro'da bəlkə nəsə fikirləşərik Barsaya qarşı. Amma Inter gördü ki, 20-ci dəqiqədə artıq 2-0 öndəyəm. Deməli mən bu oyunda qalib də gələ bilərəm. Elə fikirləşdi Interin oyunçuları. Amma sağ olsun komanda özünə qayıtdı, özünə gəldi. Birinci isə comeback elədi və hesabı bərabərləşdirdi. Ümumən komandanın oyuna indi baxanda hiss olunur o yorğunçuluq, hiss olunur o fiziki düşüş. Və bu normal bir haldır. Çünki bizim ehtiyat skamyamız çox balacadır dostlar. Bizim zədələri saymasaq belə ehtiyat skamyamız bir o qədər güclü deyildi. Çox Avropanın top klublarından geri qalırdıq ehtiyat skamyamızın balaca olmasına görə. İndi hal-hazırda zədələr də gəlib. Ümumiyyətlə heç kim yoxdur ehtiyatda. Lewandowski zədəlidir, Balde zədəlidir, Ter Stegen təzə qayıdıb zədədən, Christensen təzə qayıtdı zədədən. İndi üstünə Jules Koundé də zədələndi. Və elə bilmirik Valladolidlə oyunda bizi nələr gözləyir. Və mən doğrudan da hər şeyə görə yox, zədələrə görə də pis oluram. Çünki ən lazımsız anda bu zədələr gəldi. Rusların çox gözəl bir məsəli var. İndi rus dilində deməyəcəm, onu Azərbaycanla çevirəcəm. Deyir, əgər Allahı güldürmək istəyirsənsə, ona öz planlarından danış. Yəni hər halda başa düşdünüz nə demək istəyirəm. Yəni biz nə qədər də gələcəyə öz planlarımızı qursaq da, nə qədər də gələcək üçün istəklərimizi, məqsədlərimizi qarşımıza qoysaq da, Allahın planı bizim planlarımızdan qat-qat üstündür. Bəli, mövsüm ərzində müxtəlif sayda oyunçularımız zədə alırdı. Dani Olmo olsun, Balde olsun, sonra Frenkie de Jong olsun, Inigo Martinez özü olsun. Onlar mütəmadi olaraq zədə alırdılar. Amma bu zədələr qısa müddətli zədələr olurdu və interval olaraq bir-birləri ilə üst-üstə düşmürdü. Məsələn, Inigo zədələnirdisə, o qayıdırdı, dalınca məsələn De Jong zədələnirdi. İndi şərti olaraq deyirəm bunu. Və yaxud Balde zədələnirdisə, sağalırdı, ondan sonra Lewandowski zədələnirdi. Bunu demək istəyirəm. Amma indi hər şey üst-üstə düşüb. Balde'nin zədəsi də, Lewandowski'nin zədəsi də, Jules Koundé'nin zədəsi də bir tərəfdən və bu biraz qorxuducu haldır. Çünki komandada onları əvəz edəcək oyunçu yoxdur. Onlar kalibrdə, onlar səviyyəsində oyunçular yoxdur. Mən Gerard Martini burada təhqir eləyən deyiləm və yaxud onu burada qışqıran deyiləm. Sən oyunçu deyilsən, bəziləri təhqir eləyir onu. Qardaş, onu qınamaq da olmaz. Onu qınamaq da olmaz. Onun qabındakı budur. Mən bu məsələ həmişə demişəm və deyəcəm də.
Tutaq ki, bir uşaqdır, məktəbdə oxuyur. Bu adamın üstünlüyü humanitar fənlərədir. Bu adam 3-cü qrupa hazırlaşır. Yəni öz dilimizdə deyək. Sən buna məcburən öyrədirsən kimiyanı oxu, fizikanı öyrən. Bu adamınki ədəbiyyatdır, Azərbaycan dilidir, Azərbaycan tarixidir, ümumi dünya tarixidir. Sən buna kimiyanı, fizikanı sevdirə bilmərsən. Və Martinin vəziyyəti də belə bir haldır. Yəni Martin budur, qardaş, sadə bir oyunçudur. Orta statistik bir müdafiəçidir. Bəli, Martinin bir dənə üstün cəhəti var ki, build-upda komandaya kömək eləyir. Az da olsa köməyi dəyir. Amma müdafiə sistemi, hücuma qoşulmaq və yaxud müdafiəyə qayıtmaq bərbaddır. Bununki budur, qardaş. Bundan artığını gözləməyin. Bu qədər sadə. Baldenin yoxluğu bilinir. Bu qədər sadə. Baldesiz alınmır. Baldeni pisləməyin, dostlar. Balde bu dəqiqə bəlkə də Avropada ən güclü 5 sol cinah müdafiəçisindən biridir. Düzün desəm, mən Dimarconu bəyənirdim, amma dünənki oyundan sonra Dimarco mənim üçün biraz heç də onun yerində olmaq istəməzdim. Heç də Dimarco'nun yerində olmaq istəməzdim. Dimarco bəlkə həyatının şokunu yaşadı. Buradan Lamine Yamala əl çalıram. Məncə siz də bu videoya baxa-baxa mənə qoşularaq əl çala bilərsiniz Lamine Yamala. Adamın 17 yaşı var. Və demək olar hər çıxışımda mən onun haqqında danışıram. Öz simpatiyamı, öz sevgimi ona bildirirəm. Amma bəs deyil bu. Doğrudan da bəs deyil. Möhtəşəm, saz olaraq möhtəşəm. Bu Allah vergisidir. Bəzən deyirlər öz üzərində işləyir, öz üzərində çalışır. Yox, bəzən o kifayət deyil. Bəzən Allah vergisi olmalıdır, bir istedad olmalıdır. Bu istedad o uşaqda var. Və artıq ona uşaq deməyə belə dilim gəlmir mənim. Dünənki oyunu, Interə qarşı oyunu Yamalın karyerası ərzində ən möhtəşəm oyunlarından biri idi. Məncə də birincisi idi. Və Lamine Yamal Barsanın heyətində artıq 100 oyun səttrinə çatdı. Təbrik edirəm buradan Yamalı. Və Yamal Barsanın heyətində 100 oyun ərzində göstərdiyi nəticələr sadəcə olaraq inanılmazdır. Sadəcə olaraq inanılmazdır. Lamine Yamal Barsanın heyətində 100 oyun keçirtdi dediyim kimi və bu 100 oyun ərzində 22 qol, 33 asist də yadda qalıb. Sadəcə olaraq möhtəşəm rəqəmlərdir. Və nəzərə alsaq ki, adamın 17 yaşı var. Və dünya futbol tarixinə öz damğasını vuran əfsanəvi futbolçular Cristiano Ronaldo və Lionel Messi keçirdikləri ilk 100 oyundakı nəticələrini isə deyim. Hər halda bilirsiniz, amma mən yenə təkrar edeyim müqayisə üçün. Ronaldo 19 oyun keçirib 17 yaşında 5 qol 4 asistlə yadda qalıb. Lionel Messi isə 17 yaşında 9 oyun keçirib 1 qol 0 asist. Yəni təsəvvür edirsiniz indi kim var bizim heyətimizdə. İndi bəziləri kommentə yazacaq, mən bunu bilirəm. Qaqa, Messi hara, Ronaldo hara, Lamine Yamal hara. Biz hələ gələcəyi görə bilmirik. Amma indiki günü görə bilirik. Hal-hazırda indiki günümüzdə Lamine Yamal hər ikisindən daha yaxşı nəticələrlə yadda qalıb. Bu faktdır. Bu faktdır. Rəqəmlər də bunu deyir. Amma mən yenə də demirəm ki, Lamine Yamal Ronaldo'nu da vuracaq, Messi'ni də vuracaq. Bunu deyə bilmərik ki, belə ola bilər və yaxud olmaya bilər. Çünki hələ gələcəyi bilmirik. Ola bilər ki, gəlib ikisini də vursun. Amma ola bilər ki, alınmasın. Bu sual var. Burada yekə bir sual var. Bunun cavabını biz gələcək 1-2 ildə tapa bilmərik. Bunun üçün illər lazımdır. Bu qədər sadə. Lamine Yamaldan danışdıq. Sadəcə olaraq möhtəşəm. Komandanı tək başına irəli daşıdı. Tək başına oyunu idarə elədi. Demək olar bütün 3 qolda əməyi oldu. Lamine Yamalın bu oyunda bir asisti oldu, bir qolu oldu. Amma məncə bir asist də yazılmalıydı Lamine Yamala. Rafinha'nın möhtəşəm qolunda Lamine Yamal topu buraxdı və məncə bu asistlə bərabər bir yalançı asist idi. Asistlə bərabər idi. Rafinha'nın qolu raket zərbəsi, möhtəşəm zərbə. Gözləmirdim bu zərbəni. Möhtəşəm bir qol idi. Sadəcə olaraq adamı yandıran odur ki, bu qol Rafinha'nın adına yox, Zomer'in adına yazıldı, avtogol kimi. Məncə futbol qanunlarında bəzi dəyişikliklər etmək lazımdır. Belə qolları zərbəni vuran adamın adına yazmaq lazımdır. Çünki o həmin epizoda avtogol yazmaq biraz gülüncdür. Çünki həmin oyunçu avtogol
niyyəti yox idi. Məsələn, müdafiəçiyə top dəyib qapıya girir, sağ cinah və ya sol cinahdan qapı qarşısına ötürmə olur, ayağını uzadır, top qapıya girir. Həm buna avtoqol yazmaq olar. Səhv toxunuşda avtoqol yazmaq olar. Bu topu oppandı, top dirəyə, tirə dəydi və qayıtdı belinə dəyib qapıya daxil oldu. Bu heç nə eləyə bilməzdi. Belə qolları avtoqol yazmaq biraz düzgün deyil. Ümumiyyətlə məsələn futbol qanunlarında belə dəyişikliklər olmalıdır məncə. Amma nə isə qol qoldur. Rafinha adına yazılmasa belə bu tarixə keçəcək bir qollardan biri idi. Möhtəşəm qol idi. Birinci hissə haqqında danışdıq. Birinci hissə yenə də deyirəm, Barsa 3-cü qolu belə vura bilərdi. 3-cü qolu belə vura bilərdi. Sadəcə olaraq o iki topu buraxmaq bizə yer elədi. İkinci hissə artıq Simone Inzaghi gördü ki, alınmır. Nəsə başqa cür şeylər eləmək lazımdır. Özü də dedi ki, biz Yamal'la bacarmırdıq və mən 3 oyunçunu birdən onun üstünə cumuzdururdum ki, nəsə eləsinlər. Çünki qarşısını ala bilmirdik. 3 oyuncu belə onun qarşısını ala bilmirdi. Və Di Marconu o hala saldı ki, Yamal. Di Marco kimi hal-hazırda dünyanın ən güclü müdafiəçilərindən biri olan Di Marconu Inzaghi əvəz etdi. Gördü ki, artıq psixoloji olaraq Di Marco Yamal'la bacarmır. Psixoloji üstünlük Yamal'ın tərəfindədir. Yamala top düşəndə Di Marco'nun ayaqları əsirdi. Mən belə alçaldıcı bir oyun görməmişdim Yamal tərəfindən. İndi mən Di Marco'nu da aşağılamaq istəmirəm, inciməsin məndən etirazlar keçdilər. Sadəcə olaraq doğrudan da alçaldıcı bir oyun idi Yamal'dan Di Marco'ya qarşı. Amma bizi belə bu vəziyyətə qoyan digər bir məsələ isə nə idi? Oyundan əvvəl hamı deyirdi ki, Dumfries oynamayacaq, zədəlidir. Thuram oynamayacaq, zədəlidir. İkisi də oynadı və qorxduğumuz həmin bu oyuncular, Inter'in əsas oyuncuları Thuram və Dumfries gəldi bizim oyunumuzu məhv elədi. Dumfries 2 qol, 1 assist, Thuram isə 1 qol vurdu. Sadəcə möhtəşəm oyun keçirdi hər ikisi. Amma mən Flick'i çox sevirəm. Flick'ə qarşı iradım yoxdur. Bilirəm, prinsipial bir insandır. Öz prinsiplərinə sadiq qalan bir insandır. Sevirəm belə insanları. Əslində mən də bir xarakter olaraq belə bir insanım. Öz prinsiplərimdən heç vaxt geri çəkilmirəm. Prinsipim varsa, öz nəsə ideologiyam varsa, o ideologiyanın arxasınca sona qədər gedirəm. Flick də belə bir tipli insandır və düzün desəm mən özümə bir örnək olaraq onu götürmüşəm. Doğrudan da sevirəm o məşqçini. Barsada olduğu üçün yox. Bavariya dönəmlərindən belə. Çünki çox xarizmatik bir insandır. Gəlin boynumuza alaq. Yəni bəlkə futbol tarixində, yəni hal-hazırki məsələn məşqçilər arasında mən belə bir xarizmatik məşqçi görməmişəm. Doğrudan da çox belə samballı adamdır, ləzzət eləyir adama. Amma bu oyunda azca da olsa biraz prinsiplərimizdən imtina edə bilərdik. Məncə. Yəni bu yüksək müdafiə xətti ilə Interə qarşı oynamaq çox riskli idi. Və biz bilirik ki, Interin bizə qarşı iki silahı var. Əks hücum və standart vəziyyətlər. Və Interin vurduğu 3 qol eynən bu qorxduğumuz vəziyyətlərdən gəldi. Standart vəziyyət və əks hücum. 30-cu saniyədə topu mərkəzdə itirdik. Orada aləm dəydi bir-birinə. Pedri De Jong'a girdi, De Jong Barella'ya girdi, nə bilim kim kimə girdi. Topu verdilər zəif nöqtəyə, Gerard Martinə. Kimin gözündə, ayağında top varsa, bilmir hara ötürsün, atırdılar topu sol cinaha, Gerard Martinin cinahına. 100% kimsə orada topu götürəcək Gerard Martindən başqa. Orada artıq aləm dəydi, Dumfries ortaya pas verdi. Thuram isə belə qol vurdu dabanı ilə. Bu qədər sadə. Və standart vəziyyətlər. Mən bilmirəm bu standart vəziyyətlərdə kim kimi necə tutur. Personal apeka deyirlər də ruslar. Personal nə apeka. Yəni kim kimə baxır, hansı oyuncu tutur mən bilmirəm. Amma Dani Olmo'nun Dumfrieslə mübarizə aparması sadəcə olaraq gülməlidir. Dumfries canavar, kələ, şkaf. Gəlib cılız Dani Olmo'nun qabağında bir dənə oppandı, başını qoydu belə, qol oldu. Və həmin ikinci künc zərbəsindən vurulan qol mənə daha çox yer elədi, nəinki birinci. O Şesti çıxmaq istədi, sonra çıxmadı, yerini qapını itirdi. Olmo da uduzdu mübarizəni, belə qol. Doğrudan da halvadan qollar buraxdıq. Loru dildə danışsaq, halvadan qollar buraxdıq.
Interin yenə də əməyini aşağılamaq istəmirəm. Inter gözəl futbol oynadı. Adına layiq futbol oynadı. Təbrik edirəm Inter azarkeşlərini. Təbrik edirəm Inter futbolçularını. Çox gözəl futbol oynadılar. Bildiyimiz Inter. Bildiyimiz Inter. Bu qədər sadə. Yəni Interdən başqa oyun gözləyə bilməzdik. Inter də bunu elədi, oynadı. Amma adamın yandıran odur ki, biz bilirik ki, bunların silahı budur. Biz o silahın üstünə düşməliyik. O silahı olan əlindən almalıyıq. Amma ala bilmədik o silahı. Ala bilmədik o silahı. Niyə ala bilmədik? Mənə o maraqlıdır. Inter artıq Çempionlar Liqasında 2 oyunda dalbadal 4-cü qolun vurur standart vəziyyətdən. Kün zərbəsindən 4-cü qolun vurur. Bavariya ilə oyunda Giuseppe Meazza'da 2 qol vurmuşdular. Bu oyunda 2 qol vurdular. Ya adamlar elə bil ki, futbolu ancaq kün zərbələrindən ibarət olduğunu bilirlər. Məncə başqa cür bunu ifadə eləmək olmaz. Bəli, fiziki olaraq da komandanın oyunçuları çox hündürdür, çox iridilər, cüssəlidirlər. Amma nəsə fikirləşmək lazımdır buna. Və Kunde'nin zədəsi də artıq biraz qanımıza qaraltdı. Kunde'nin yoxluğu San Siro'da öz sözünü deyə bilər, amma Balde'nin olması daha önəmlidir, nəinki Kunde'nin. Çünki Balde hücumlara daha çox kömək olur və daha çox xeyir verir, nəinki Kunde. Amma Kunde'ni əvəz eləmək olar Garcia ilə. Interdən isə Lautaro Martinez böyük ehtimalla oynamayacaq. Mən bu gün maraqlı bir stat eşitmişdim, maraqlı futbol ekspertindən, adını çəkməyəcəm. Gözəl vurğuladı. Yəni Kunde'nin yoxluğu Lautaro Martinezin yoxluğundan daha az önəmlidir. Yəni Lautaro'nun yoxluğu daha vacib itkidir, nəinki Kunde'nin. Nəyə görə? O gözəl başa saldı. Mən də onun fikrini izah edirəm sizə. Mənim xoşuma gəldi o fikir. O ekspert bizim ekspert deyil, Rus ekspertidir. Rus telekanalının şərhçisidir və onun fikrini bildirirəm. Çünki əgər biz topu idarə edəcəyiksə, topla o çox oynayacaqsa, biz müdafiə az olunacağıq. Müdafiə olan tərəf Inter olacaq. Yəni sən müdafiəçinin yoxluğun topa kontrol eləməklə kompensasiya eləyə bilərsən. Amma hücumçunun yoxluğunu kompensasiya eləyə bilmərsən. Çünki sən hücum edirsənsə, sənin bitiricin olmalıdır. Bəli, burada Lewandowski artıq yada düşür. Interdə də həmçinin. Interin nə qədər güclü hücumçuları olsa da, Thuram olsa da, Taremi olsa da, Arnautovic olsa da, Lautaro Martinez başqa bir oyuncudur. Psixoloji güclü bir oyuncudur, mental liderdir və onun Thuramdan belə ximiyası var. İndi gəpir yazacaq ki, yox qaqa fizikadır, yox. yəni ximiya o deməkdir ki, yəni anlaşması var. Thuramla Lautaro'nun o ximiyası, onların o dueti doğrudan da bir-birini tamamlayır. Və indi Lautaro'nun olmaması Thuramı biraz zəiflədəcək. Bu bizə biraz üstünlükdür. Amma yəni buna da güvənmək olmaz. Yəni biz lazım deyil ki, güvənək ki, Lautaro yoxdur orada, bu yoxdur, filan kəs yoxdur. Biz öz gücümüzə güvənməliyik. Ümid edirəm ki, Balde sağalacaq. Deyirlər ki, Balde oynamalıdır. Balde'nin oynaması gözlənilir. Lewandowski sual altındadır. Və məncə Valladolidlə oyunumuz gəlir. Heç yersiz bir oyundur, lazımsız bir oyundur. Doğrudan da sağ olsun La Liga. Zərrə qədər belə bizə dəstək olmadı. Təşəkkürlər. Biz İspaniya komandası deyilik axı. Biz Mozambik çempionatından gəlmişik. Onlara dəstək olaq məncə. Onlar bizə dəstək olar daha doğrusu. Yəni Valladolidlə oynamaq nə qədər önəmlidir mən bilmirəm. Məncə Flick qlobal rotasiyalar eləməlidir bu oyunda. Qlobal rotasiyalar eləməlidir. Pedri'yə istirahət verilməlidir, De Jong'a istirahət verilməlidir, müdafiəçilərimizə istirahət verilməlidir, hücum xəttində Yamala istirahət verilməlidir, Rafinha'ya istirahət verilməlidir, hamısına. Ter Stegen oynatmaq olar, görək nə edir. Yəni bu oyunda xal itirsək belə olar, amma məncə itirməzlər, çünki komanda axırıncı yerdədir Valladolid və bu komandanın ikinci heyətlə də minimal hesablı qalibiyyətlə ayrılmaq olar ki, ən azından xal fərqini azaltmayaq. Bu qədər sadə. Və əsas gücümüzü Interlə oyuna saxlamalıyıq. Və inanıram ki, komanda mərhələni keçəcək, pessimist deyilik, komandaya güvənirik və ümid edirik ki, komanda uşaq-uşaq səhvlər buraxmaz səfərdə. Mən yenə də təkrar edirəm, bu komandanın qanına hopub elə bil ki, lazım olan yerlərdə, əsas məqamlarda uşaq səhvləri buraxsın. Hər bir oyunda, hər bir vacib oyunda bu komanda nəsə bir quş buraxmalıdır. Özünə priключение axtarmalıdır. Bu qədər sadə. Amma ümid edirəm ki, belə bir şey olmaz.
Və komandaya yenə də inanıram. Komanda bu dəqiqə Avropada ən gözəl futbol oynayan komandadır. Bu haqda çəkinmərəm heç vaxt. Axıra kimi də dayanaram. Heç kim mənim sözümün qarşısına gəlib arqument gətirə bilməz. Paris Saint-Germain, nə bilim, Arsenal və yaxud Liverpool. Bu qədər bu dəqiqə Avropa futbolunda ən gözəl futbol nümayiş etdirən komanda Barselonadır. Və bizim dəyərli idman jurnalistimiz var, Ceyhun Rzayev. O da bu haqda fikir bildirmişdi. Əgər demişdi ki, bir insan ki, əgər futbolu bəyənmirsə, Barselonanın oyununu görürsə, o futbola aşiq ola bilər. Yəni gözəl futbol görmək istəyirsinizsə, maraqlı, əyləncəli futbol görmək istəyirsinizsə, futboldan həzz almaq istəyirsinizsə, Barselonanın oyunlarına baxa bilərsiniz. Bu qədər sadə. Və dünənki oyunda buna bariz nümunə idi. Dünənki oyunda komanda super oynadı, möhtəşəm oynadı. Sadəcə olaraq yenə də boş-boşuna səhvlərdən belə gəldi, çıxartdı. Hücuma söz yox. Hücum qurulmasına, Yamalın oynamasına, Rafinha'nın oynamasına və yaxud digər oyunçulara heç kimə irad bildirmirik. Hamıya təşəkkür edirik ayrı-ayrılıqda. Hamı əla oynadı. Sadəcə olaraq bəxtimiz gətirmədi. Bu oyunda bəxtimiz gətirmədi. İstədiyimiz kimi oynaya bilmədik. Amma San Siro yox, üzr istəyirəm, Milan Aldakeşlərindən Giuseppe Meazzadan məncə gözəl nəticə ilə qayıdacaq və komanda finalda olacaq. Və bizim rəqibimiz məncə finalda Arsenal olacaq. İndi bəzə inanmayacaq mən ki, Arsenal nə dəxli var? Arsenal çıxa biləcək səncə, yoxsa yox? Məncə Arsenal comeback eləyəcək PSG-yə qarşı. İnanıram. Və o oyun haqqında onu deyə bilərəm ki, mən oyuna baxırdım və Thomas Partey'nin yoxluğu öz sözünü deyirdi. Thomas Partey çox yersiz sarı vərəq almışdı Real Madridlə oyunda və onun əzabını indi çəkdilər. İnanın Allaha, əgər Thomas Partey oynasaydı PSG ilə oyunda, məncə hesab tam başqa cür ola bilərdi. Yerlə göy arasında fərq var idi. Thomas Partey'li Arsenaldan və Thomas Partey'siz Arsenaldan. PSG-nin ən böyük üstünlüyü o idi ki, PSG Arsenalı yarım müdafiə xəttində məğlub elədi. Yarım müdafiə xəttində məğlub elədi. Çünki yarım müdafiə xəttində Odegaard, Merino və Declan Rice tandemi heç də uğurlu tandem deyil. Heç də uğurlu alınmadı. Merino özü belə bu dəqiqə Arsenalda əsas həyat oyuncusu deyildi. Əgər yarım müdafiəçi kimi oynayırsa. Arteta'nın üstün verdiyi üçlü yarım müdafiə xətti Declan Rice, Partey və Odegaarddır. Odegaard da yaxşı dönəmlərini keçirmir. Düzün desəm son oyunlar xoşuma gəlmir. Realla oyunda belə onu bəyənmədim. Yaxşı oynamamışdı. Saka da yaxşı vəziyyətdə deyil. Bu dəqiqə Arsenalda ən ideal formada olan oyuncu Declan Rice'dır və Saliba'dır. Saliba möhtəşəm müdafiəçidir. Mən bilmirəm Arsenal onu qoruyub saxlaya biləcək yoxsa yox, amma mən onu Barcelona'da görmək istəyərdim. Ən sevdiyim müdafiəçilərdən biridir. Və yaxud Real Madrid ilə oynamaq maraqlanır. Ümumiyyətlə o oyunçunu kim alsa və yaxud Arsenal özündə saxlasa çox bəxtəvərdir. Yəni o oyunçu doğrudan da hər bir komandada möhtəşəm işlər görə bilər. Super müdafiəçidir. Dostlar, məndən bu qədər. Çox danışmaq istəmirəm və istəmirəm ki, pis olasınız. İstəmirəm ki, qanınız qaralsın. Yaxşı olacaq hər şey. Komandaya inanıram. Komandaya inanırıq daha doğrusu. Güvənirik. Və gələn həftənin ikinci günü komandadan möhtəşəm oyun gözləyirəm və inanıram ki, komanda bütün xeyterlərin ağzını susturacaq öz möhtəşəm oyunu və nəticəsi ilə. Sadəcə olaraq səbirli olaq, gözləyək, komandaya inanaq, Flickə inanaq. Bizim ən böyük silahımız Hans-Dieter Flickdir. Bu qədər sadə. Çünki adamın təcrübəsi nəyə deyirsiz dəyər. Hər şey yaxşı olacaq. Ən pis halda alınmasa belə problem deyil. Biz bu komandanı rənglərinə görə sevmişik. Biz bu komandanı titullara görə sevməmişik. Titullar önəmlidir. Həmişə demişəm, önəmlidir. Amma ən vacib bir şey deyil. Sevgi tam başqa bir şeydir. Hamınıza təşəkkür edirəm. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Əsas məsələ orada zınqrov var. Onu da basın ki, mən hər dəfə video paylaşanda sizə bildiriş gəlsin və məni digər sosial şəbəkələrdən də izləməyi unutmayın. Instagram, TikTok, Telegram və belə izləməklə mənə dəstək olursunuz. Kanalımız daha tez böyüyür. Bizi daha çox insanlar görür və daha da maraqlı kontentlər hazırlanır. Təşəkkür edirəm. Hamınızı öpürəm. Visca Barça, Visca Catalunya. Adios amigos.